Nəyə görə moizələr və ya xütbələr, dərslər insanın qəlbinə təsir eləmir, girə bilmir? Nəyə görə? Nədir səbəb? Yəni, insan bu qədər dərs eşidir, bu qədər xütbələrə qulaq asılır, lakin qəlbə girmir onlar. Yəni, insanın qəlbinə təsir etmir. Və görürsən, hətta bəzən Allah islah eləsin hamımızı, bəzilərimiz şikayət edirik ki, nəyə görə dərs uzundur, dərs çoxdur, dərsin müddəti 50 dəqiqə, 1 saat, 40 dəqiqə, yarım saat, nəyə görə çoxdur? Və bəziləri bundan şikayətlənir. Əslində, dərsin uzun olmasından şikayətlənmək o qəlbə təsir eləmir. Yəni, o qəlb o dərslə, o deyilən ayə hədislərlə ləzzət ala bilmədiyi üçün artıq bundan şikayət edir. Yəni, insanın qəlbi niyə bunu həzm eləmir? Niyə bunu götürmür? Nədir buna səbəb? Hətta bəziləri, Allah islah eləsin, deyirlər ki, dərsin müddəti 10 dəqiqə olsun, 5 dəqiqə olsun, 4 dəqiqə olsun. Yəni, bu qədər az olsun ki, qəlbə təsir eləsin və ya qəlbə girə bilsin. Yəni, uzun dərslər, moizələr, xütbələr, o verilən, danışılan dərslər qəlbə girmir. Və bunun səbəbi İbn Qeym rahimehullah çox gözəl şəkildə izah edir. Və buyurur ki, İbn Qeym, Kəmə ənəl bədən izə mərid ləm yənfə' fihi ta'am və şərab. İbn Qeym buyurur ki, insanın bədəni xəstələndiyi zaman o bədənə yeyib içmək fayda vermir. Yəni, insan xəstə olanda o artıq nə qədər yesə də, nə qədər içsə də artıq o bədənə fayda verməyəcək. Çünki bədən xəstədir. Bədən qidalana bilməyəcək. Yəni, o qidanın faydası olmayacaq. Fəkədəlikəl qalb. Eləcə də qəlb. İzə mərid bişşəhəvat. Eləcə də qəlb. Əgər qəlb şəhvətlərlə xəstələnərsə, qəlb şəhvət xəstəliyi girərsə ora, ləm təncə' fihil məvaiz. O qəlbə moizə girə bilməz. O qəlbə xütbə dərs təsir eləmir. Və bunun səbəbini İbn Qeym rahimehullah bu cür izah edir. Və Allah təbaraka və teala istəyirəm ki, bizim qəlbimizi şəhvətə məruz qalmaqdan uzaq etsin. Və həmçinin Allah təbaraka və teala istəyirəm ki, bizim hər birimizi islah etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain.